Min illər əvvəl qədim Misirdə insanların qorxu və heyranlıqla sitayiş etdiyi sirli və qüdrətli tanrılar vardı. Günəşi idarə edən Ra, ölülərin ruhlarını qoruyan Anubis və axirət dünyasının hökmdarı Osiris. Bu tanrıların hər biri kainatın bir sirrini təmsil edirdi. Bu videoda qədim Misirin ən güclü və ən sirli 12 tanrısı haqqında danışacağam. Onların hekayələri, fövqəladə gücləri və min illərdir insanları heyrətləndirən əfsanələri ilə tanış olmağa hazırsınızsa videoya başlayırıq. Ra, Günəş tanrısı. Qədim Misirin ən böyük və ən hörmət edilən tanrılarından biri idi. Misirlilər inanırdılar ki, hər səhər Ra günəş qayığı ilə səmaya qalxır və dünyaya işıq gətirir. Gecə isə o yeraltı dünyadan keçərək qaranlıq ilan Apofis ilə döyüşürdü. Əgər Ra qalib gəlməsəydi, günəş bir daha doğmazdı. Buna görə Ra yalnız işığın deyil, həm də nizamın və həyatın simvolu idi. Fironlar özlərini Ra'nın oğlu adlandırırdılar. Onun başı şahin, başının üstündə isə günəş diski təsvir olunurdu. Ra Misir xalqı üçün kainatın yaradıcısı və həyatın əsas mənbəyi sayılırdı. Anubis, saqqal başlı tanrı kimi tanınırdı və ölülərin qoruyucusu hesab olunurdu. Mumyalanma prosesinə rəhbərlik edən Anubis idi. Misirlilər inanırdılar ki, insan öldükdən sonra Anubis onun ruhunu axirət məhkəməsinə aparır. Burada ölənin ürəyi, ədalət ilahəsi Matın lələyi ilə tərəzidə çəkilirdi. Ürək təmiz çıxarsa, ruh əbədi həyata qovuşurdu. Əgər günahkar olsaydı, ruh məhv edilirdi. Anubis buna görə həm qorxulu, həm də ədalətli tanrı sayılırdı. O ölüləri pis ruhlardan qoruyurdu. Osiris, axirətin hökmdarı. Qədim Misirin ən məşhur tanrılarından biridir. O, dirilişin, məhsuldarlığın və axirət dünyasının hökmdarı idi. Rəvayətə görə qardaşı Set onu öldürüb bədənini parçaladı. Lakin həyat yoldaşı Isis parçaları toplayaraq Osirisi yenidən diriltdi. Bundan sonra Osiris yeraltı aləmin kralı oldu. Yaşıl rəngli dərisi onun yenidən doğuluşun və təbiətin canlanmasını simvolizə edir. Misirlilər inanırdılar ki, öldükdən sonra yaxşı insanlar Osirisin krallığında əbədi yaşayacaqlar. Isis, sehr və analıq ilahəsi. Qədim Misirin ən sevilən ilahələrindəndir. O, analığın, sehrin, sədaqətin və qorumanın simvolu sayılırdı. Əri Osiris öldürüldükdən sonra Isis güclü sehirdən istifadə edərək onu yenidən diriltdi. Daha sonra oğlu Horus böyüdərək onu qorudu. Isis yalnız ailənin deyil, həm də xəstələrin və dənizçilərin himayədarı hesab olunurdu. Onun adı Misirdən kənarda da məşhurlaşmış və Roma imperiyasına qədər yayılmışdı. Horus, göyün tanrısı. Şahin başlı tanrı idi və göyü təmsil edirdi. Sol gözü ayı, sağ gözü isə günəşi simvolizə edirdi. Atası Osirisin ölümündən sonra əmisi Setlə uzun mübarizə apardı və qalib gələrək Misirin qanuni hökmdarı oldu. Buna görə hər firon Horusun yer üzündəki təcəssümü hesab olunurdu. Horusun gözü isə qoruma və güc rəmzinə çevrilmişdi. Set, xaos və fırtına tanrısı. Səhraların, tufanların və xaosun tanrısı idi. O, Osirisi öldürərək Misirin taxtını ələ keçirmək istəmişdi. Set çox vaxt pis qüvvə kimi tanınsa da, bəzi miflərdə Ra'nın düşmənləri ilə döyüşərək günəş qayığını qoruyurdu. Bu, onun həm dağıdıcı, həm də güclü qoruyucu tərəfini göstərirdi. Tot, o, yazının, elmin, riyaziyyatın, hikmətin və müdrikliyin tanrısı idi. Misirlilər yazını insanlara Totun öyrətdiyinə inanırdılar. Tanrıların katibi kimi bütün hadisələri qeyd edir və məhkəmələrdə nəticələri yazırdı. O, həm də təqvimin və zamanın ölçüsünün yaradıcısı hesab edilirdi. Bastet, pişiklərin ilahəsi. Bastet əvvəlcə aslan başı təsvir olunsa da, sonradan pişik başlı ilahiyə çevrildi. O, evin, ailənin, qadınların və uşaqların qoruyucusu idi. Pişiklər Misirdə müqəddəs sayılırdı və Bastetin şərəfinə böyük festivallar keçirilirdi. İnsanlar ondan evlərini və ailələrini qorumağı diləyirdilər. Hathor, sevgi və musiqi ilahəsi. Rəqsin və sevincin ilahəsi də hesab olunurdu. O, ana qayğısını və qadın gözəlliyini təmsil edirdi. Başında inək buynuzları arasında günəş diski ilə təsvir olunurdu. Hathor həm də ölənlərin ruhlarını qarşılayan mərhəmətli ilahə hesab edilirdi. Sobek timsah başlı tanrı idi və Nil çayı ilə əlaqələndirilirdi. O, gücün, məhsuldarlığın və hərbi qüdrətin simvolu idi.
Misirlilər timsahlardan qorxduqları üçün Sobekə hörmət edir və onu razı salmağa çalışırdılar. Bəzi məbədlərdə müqəddəs timsahlar saxlanılırdı. Sekmet müharibə və şəfa ilahəsi sayılırdı. Aslan başlı, çox güclü və qorxulu ilahə idi. O müharibənin, qəzəbin və xəstəliklərin ilahəsi sayılırdı. Eyni zamanda həkimlərin və şəfa verənlərin qoruyucusu idi. Misirlilər ona həm xəstəlik göndərən, həm də onları sağalda biləcəyinə inanırdı. Ptah, yaradılış tanrısı. Memfis şəhərinin baş tanrısı idi. O düşüncə və söz vasitəsilə kainatı yaratmış hesab olunurdu. Sənətkarlar, memarlar və ustalar onu öz himayədarları sayırdılar. Misir memarlığının və heykəltaraşlığının ilahi ilham mənbəyi kimi qəbul edilirdi. Qədim Misirin sirli tanrıları, dünya mifologiyası və ən maraqlı kitablar haqqında videolar izləmək istəyirsinizsə, kanala abunə olun, videonu bəyənin və bildirişləri açın.